Dağlar başı dumandır, bura Azərbaycandır. Hər vaxtınız xeyir olsun. Bizim kanala xoş gəlmisiniz. Bundan ki Azərbaycan Tiyatroçular kanalını seçmisiniz. Sizdən təşəkkür edirik. Bir həssas oyun, dramatik və tarixi oyunun videosunu sizə çəkirəm. Çox sevindik, çox şadlıq elədi. Bu oyunu unutması bir fəslin şayad Behter'in utmağı və xatirəli bir oyunu olacaq. Gələcəkdə hər nə mənə gəlsə bu şirinlik ki biz bu oyunda bizə nəsib oldu, hamımızı yuyub apara bilər. Həsv oyununu bilirsiniz, o ki bilirsiniz biz çox çəkiş bərkitdən sonra ki bizi əvvəldə deyirlər tamaşacar olmayacaq, biz məhrum olacaq tamaşadan və sonra bir təsmim komitə inzibatı ki çevirdilər oyunu və tamaşacar oldu. Sonra bir dövrə biz vərzişgah çəkiş bərkitindəydik və o ki bilirsiniz bu Yanzel dərsdən biz yaxşı top oynaya bilmirdik və axır oyuncu PK-nın oyunu idi. Skoçya eləməkdə biz bu heç vəc top oynamayacaq və Benoy hər zat əl-ələ verdi ta biz eləyə bilək. Gedək öz mənimizə, öz evimizə demək olar, öz tərəfdarlarımızın qarşısında, huzurunda oynaya bilək və getdik yadigarıma, yaman səhənd vərzişgahı ki biləxərə onun çəmən qəziyyəsi də vardı. Yəni baxın bunların hamısı dastandır ki bizim başımıza gəlmişdi. Çox bir hekayətli bir oyun idi, hikmətli bir oyun idi ki nəhayətdə çox bəyanıya verdilər çəmənə görə filan və axırda zorla dolmuş olsa biz çəkdi oyun apardıq yadigarə və Azər ayının 27-sində 1404-cü ilin Azər ayının 27-sində saat 4'ü bir rubda yadigar İmam Yaman Səhənd stadyumunda biz Piruzin qabağında oyunumuzu başladıq və çox ittifaqlar düşüb bu oyunda. Mən çəhləyəcəm tez-tez bu ibtidai bir tərkibləri filanları arz edirəm xidmətçi və gedə o ittifaqlar çox mühimdir və bilirsiniz oyunun təxti 120 dəqiqəyə və penaltılara və çoxlu ittifaqlar düşdü. Onları da arz edirəm xidmətçi və çox vaxtınızı almayam. O ki bilirsiniz bu oyunda Əliza Beyranvəndir, tibqi rival bizim qol yerimizdir və difalarımız da sabit difalar ki xoşbəxtانه heç bir məsumiyyət filan yoxdur. Əlbəttə Daniyalı o ki etirazlardı, müsahibi oyundan sonra dedilər soğuq dəymişdi, qeyrət xərcə verdi və təşrif getdi bu oyunu da oynadı biləmizə. Xoşbəxtانه sağ tərəfdə Daniyal, sol tərəfdə Məhəmməd Nadiri, Alex Jansetlər və Şuca Xəlizadə də vəsətdə bizim 4 difamızı təşkil edirlər. Qabaqlarında Tibor ki Postonski gedəndən sonra sabit bizim oyuncumuz olub Cəmari 7 və onun yanında xoşbəxtانه Xamırqov oynatmışdı və Şiriyi oynatmamışdı. Mən söyündüm şəxsən bu tərkibin bu nöqtəsinə yetişəndə və onların sağ tərəfində Mehdi Haşim Necat və sol tərəfdə Mehdi Turabi. 2 dənə təqribən bizim həffəki təqribən hücumi nəqşində oynamışdılar və onların qabağında mühacimlərimiz Əmir Hüseyn Hüseynzadə, şumarı 99 və Tumislav İşterkal təqribən bu tərkibin şəkildanəsi həmin şaşırtıcı bir qozinə idi ki biz fikirləmirdik İşterkalı fix oynadı Skoçya və hər halda Domagoy neçə oyundan sonra nimkətə qoymuşdu və İşterkalı oynatmışdı ki pis oyun oynamadı. Mütəvəssit bir oyun oynadı. İşterkalın mən fikrim səkfi futbalı budur ki biz oyunu çox işgal tuta bilmək bilərsiniz. Hər halda ehtimalən bir video düzürük nəql intiqalatda. Orada ərz edəcəm ki fikrim İşterkalın yenə bir Zayqozun hətmən gəl tapaq. Məxsusən İnfəsli Dolvun və həssas oyunlar ki qabaqda varımızdır. Tərəfdəki Usmar Viyaran mürəbbiləri ilə ki gəlib Haşimyan yerinə və o gələndən sonra ligdə bir neçə ayaqçı nəticə almışdılar. İqtisadi əlbəttə bir neçə ilə gəlmişlər yuxarıya. Niyazməndi qola qoymuşdu. Olan qabağında Nəvərquyi və Kənanzadə, Milad Məhəmməd sol tərəfdə zaten Əyyub Bəraziyə getmişdi. Qərə Oriyor və ki fikirəm də o da deport eləyəcəklər. Onun yerinə qabaqlarında Suruş Rəfi ilə Milad Sərrək vəsətdə oynadılar və Rəfi də ki kapitan olmuşdu. Əlişah yenə də gəlmədi. Mən bilmirəm buradan niyə qorxur Əlişah həmişə bu tiyaxtur vaxtı Təbrizə o ya məsdum olur, ya özü vurur soğuq dəyməyə filan. Ya adam gəlir sürəti ola
bir işi gördü dalında durur, bu qələtlərdən datmıyor mənim nəzərimə. Və özü də bilir nə mənə müşkülatı, qorxusudur, gəlmir. Ömrünün axırında fikrim ayağını qoyanmayacaq bura. Məhəmməd Xudavəndioğlu sağ tərəfdə və sol tərəfdə Ostronorov ki, Vağan Usman gələndən sonra yenə ehya olubdur. Tək qollar vurur və 3 imtiyazlı qollar vurubdur neçə dənə. Və demək olar Açar Fərənsi Osmanın timi idi. Qabağında Tibu, Bifoma və Əli Əlipur da mühacimlərdir ki, kamilən insafən yaxşı difa olundu və bir əsər olmuşdular olan huzurlar ki, bilirsiniz, Ali Xuzistanda Bifoma məxsusən çox yaxşı oyunlar əncam vermişdi. Əlbəttə bu oyundan da qabaq ligdə qol vurmuşdu bilələni almıyor əl açdı. Ərz olsun xidmət sizə ki, ikili timlə təqribən müşabih tərkibi 4-4-2 ilə oynurdular və niməyə əvvəl bizim çox yaxşı mövqelərimiz vardı ki, eləyə bilərdik birinci niməyə biz hərfdən qabağa düşək. Hala cəbə vərzişgahının tətmin təsiri vardı və çəməndəki fövqəladə yaxşı olmuşdu. Yəni əlbəttə ideal deyil. Nisbət bəy o əşutən oyunu ki, vaqən iftizahadır. Armasını tərmim ediblər. Düzdür, bir əmmavəcər gətirdilər ki, bu oyun olsa bizim məsuliyyətimiz yoxdur və beni o məsuliyyət başlarından atdılar. İnşallah da ki, xas bir mövrid olmaz və idamədə biz eləyə bilirik bu çəməndən istifadə eləyək. Hətta qələt doğun önünə ki, gərək hətmən burada oynayaq Tunasiya. Önündə bizim vərzişgah xanicimiz Səhənd stadion məruf olub. Hala ligdə biraz əmmavəcər var, məlum də hər salalar. İnşallah ki, xeyirdir. Oyunu başlayaq və söhbət eləyək oyuna görə. Biz dediyim kimi əvvəlliyimə yaxşı bir top oynadıq və mütəəssifانə tip ki, o oyunlar ki, qabaqdan oynadıq və eləyə bilmədi mühacimlərimiz demək olar. Mövqiyyətləri ki, icad olur, onlardan istifadə eləyə. Burada baxsaq əvvəl mövqiyyət dəqiqi 5-dir. Yəni burada biz elə bilirsək bir dənə qol vuraq, vaqən oyun çox fərqli olacaqdır. Ay Turabi qəşəng bir dənə top demək olar uğurur bilələndən bəli. Axır zərbəni yaxşı bir keyfiyyətli zərbə vuranmır və Niyazbənd dəf edir. Getdik dəqiqi 11-ə. Biraz onlar özlərini tapıblar təqribən bəli. Burada da yenə bir dənə dalı pas verirlər və kamilən difaları iştibah edir. Bir dənə doğrudan bir dənə Badavərdə deyirlər bu topa. Kamilən qoydular. Haşim Nicat bizim mühacimin qabağına topu və tək-bətək edir həqiqətən. Bir söz demək olmaz və mütəəssifانə yenə burada tamam konəndəci yoxdur bizim mühacimlərdə streslər var ya bilmirəm. Qəziyə nə mənədir ki, eləyə bilmədi. Baxın bu mövqiyyəti rahat eləyə bilərdi. Bərəldən çox sadə bir dənə şütlə bizi bir neçə qabağa salar eləməyə biz dəqiqə indi 12-dir. Bir neçə o vəziyyətdə stadionun cəvvində idi. Bir neçə biz qabağa düşdük. Rahat fikirəm. Allah topdur demək olmaz və şahid 2 dənə, 3 dənə də qol üçün olar həmlə eləyəcək həmlə də vura biləydik və eləyə bilmədik ki, mövqiyyətimizi istifadə edək və çox böyük bir şansdır ki, əldən verdi. Dəqiqi ərz bir xidmət ki, bir dənə xəta düşdü dəqiqi axır nimi əvvəldir Turabi. Sol tərəfimizdən bizim qəşəng bir sant elədi və ribandı da Əmir Hüseyn qabağına top düşdü. Əmir Hüseyn ki, vaqən candan mağa qoyub, məxsusən Amarda da bir dənə vardı ki, bir dənə rekord sındırıb. 17 kilometrə yaxın bu oyunu qaçmışdıq 120 dəqiqədə. Vaqən mən təşəkkür edirəm bu tərəqlə, bu vəsilənin biləsindən. Əmir Hüseyn bizə vaqən bir dənə olubdur. Çox çili idi və qeyrətli və oyundan o penaltılarda bir hissası bir doğrudan yaş döydü gözlərimizdən bizi də etkiləndirdi və sağ olsun deyirəm biləsinə. Burada zərbənin əlbəttə elə yaxşı vuranmır. Düzdür, Ecbərgərdən halətində vurur və diqqəti az olduğuna görə biz xətərli şəraitdə tirinin bəğəlindən rədd olur və niməni biz bu cür başa çatdırırıq. Niməni istəsəm amarı nəzər eləyəm xidmətcə. Biz bir dənə Məhəmməd Nadiri, hala bu səhnəni burada qoymayıblar videoda və mən üçün diri canlı baxırdım. Mütəəssifanə burada da eləyə bilərdi Məhəmməd Nadiri saralmasın. Hala bir dənə keşə qoyusda. Top qərar da verilə Məhəmməd Nadiriyə. Fikirəm iştirikalı ilə çıxmış. Dəqiqə 22 gedib baxın. Xülasədə və bütün oyunu əlinizdə olsa.
Orada əvəzinci topu sola verirlər. Məhəmməd Naci ki, soldan nüfuz eləyib və santi eləyə bilər və mövqeyi yarada bilər, vermirlər. Topu loğa verirlər hərfə. Hərf istəyir ki, həmlə eləyə. Tun Məhəmməd Nabidin yeri boşdur və istəsə oradan xətərnak ola bilər. Məcburən bir daha xəta eləyir üstünə hərfin. Və orada dəqiqə 27-də bir daha sarı alır ki, ayəndə dərc eləyəcəm. O sarı bizim başımıza bəla olur. Yəni bir dənə gərəksiz və bimorət halətdə bir sarı alır bizim oyunçu və o bizim başımıza bəla olur. Əlbəttə dəqiqə 25-də də olan Azbək Sonorovlar bir dənə xəta eləyir bizim oyunçunun üstünə və sarı alır. Ki bir dənə demək olur ki, bahis olur ki, sonra da ayəndə dərc eləyəcəm. Olan o oyunçusu təviz ola. Hala gedirik ikinci mən söhbət eləyək və bir dənə xətayı ki, dəqiqə 56-da ittifaq düşür olan yenə sol tərəflərində eyni həmin neymi əvvəldəki şərait və bizim olan sağ tərəflərində üzrsən və bizim sol tərəfdəki Turabi Cediz topun dalına bir dənə yaxçı bir zərbə ilə xoşbəxtanə ki, heç birimiz fikir eləmirdik bu müstəqim Turabi zərbəni vurur və Zagirisi qələt oynayan Azbəndi və çox gözəl şəkildə dəyir Tiləkə və birinci qolu biz burada səmərə yetiririk. Çox sevindik biz bu qolu vurmaqdan və bahis oldu hərf kamilən təht fişar qərar tapar və oyun bir şəraitə gedir ki, ayında dərc eləyəcəm. Onlar məcburən də üçün həsfi oyundur. Burada müsavit hətta heç birinin dərdinə dəyməyəcək. Məcburdular ki, nə mənə gücləri var, başlayla həmlə eləyərə dəqiqə 62-də bir dənə nüfuzu pas verilə bizim umqu difamıza və xətərnak halətdə bu zərbə dərvazanın kənarından rəfolu gedir. Bu səhnədə Şikari idi ki, meydana gəlib verir Əlipur bu səhnədə zərbəsini vurur və yenə də işlərində görürük. Çox xətərnak idi. Gərək icazə vermir difalarımız bəli. Yəni hər halda keyfiyyəti şüddə o cür yuxarıdadır. Bunlar isə mənim dəqiqə 61-də həmin Kazımyan Yaxudabənd olun. Yenə biləxərə də bunlar istəyirəm də, yəni səbk oyununa amma təhazümiyə getdi. Zəhlədilər ki, qolu cübran eləsin. Riza Şikari də bir forma ki, biz bir şey görmədik bu oyunda biləsindən. Gəlir dəqiqə 61-də, yəni 2 dənə zaman təviz olur. Bizim də 67-də İşlerikali Ayskoçu çıxardır və yerinə Leziroşkiyan gətirir ki, məncə bir ona qəşəng təvizidir. Və əlbəttə dəqiqə 81-də də bu ərz eləməliyəm ki, Omru gəlir, Oronovun yenə ki, bu oyun elə ki, ondan da bir şey görmədik. Dəqiqə 66-da biz bərxilaf oyun revendik olar həmlə edildi. Biz yaxçı mövqeyiyyət nəsib oldu ki, Tibor Haliloviç ki, şütdən görsətibdir. Şüt vurur, düzdür, bu şüt elə keyfiyyətlidir hər halda. Yəni, yaxçı bir hərəkətidir biləmizə. Dəqiqə 90-dır. Bir dənə yenə xətərnak bir mövqeyiyyət yaranır ki, onların solundan və bizim sağ tərəfdən korner salınır Kazımyan tərəqi ilə qolun üstünə. Biraz zəifimiz var kornerdə. Şeykanın oyununda da qol yedik kornerdən. Ki, xoşbəxtanım səhnədə Beyramən topu yığışdırdı. Bəli, biz bu dəqiqələrdə çox korner verdik bilənən ki, bizim sağımızdan zərbəyi ki, ərz bir xidmət kornerdən gəlir bandıda keçir olan anın altına və fişari ki, onlar həmçinin gətirirlər bizim dərvazanın üstündə. Və mütəəssifanə bu dəqiqələr bunu ərz eləməliyəm ki, kim eləyə bilərdi bir də futbalı, eyni hərflərimizi ilə tuturuq biz ki, yatırlı yerə filan istəmirəm. Bəli, bu deyəm ki, o işi görəydi və bəli, eləyə bilərdi bizim tim topu ayağında saxlamaqla gedir. Məsələn, özünüz görmüsünüz dünyanın gün futbolunda. Məsələn, hərfin mənim zəliməsində apara topu hərfin meydanı orada saxlayıb qısa paslarla filan 2-3 dəqiqə idarə eləyə və oyunu qutaraq. Mütəəssifanə o işlə əncam vermədik və top o qədər fişar gətirdi. O korner saldılar ki, yetişdi bu dəqiqə axırı vaxt izafət. Yəni bu top çəksəydi işə qutulurdu oyun. Yəni mütəəssifanə bu korner salınır. Bir dənə top baş vururlar, topu qalxızırlar bizim qolun üstündə göyə və bir dənə çəkiş bərkiş ilə ki, ittifaq düşür və neçə seri varda da bərrəsi olur və mütəəssifanə bilirdik ki, bir davarin qəziyyəsi başımıza bəla olacaq. Burada mənim nəzərimə, o cür ki,
Mən eşitmişəm, həmişə bu deyirlər ki, heç də metr çək qolun qabağında var, məvəti cərimənin. Adı da məvəti cərimə deyə bilirik, biləsə qolun qabağındakı 18 metrə. Orada hər qunə toxunuş ya həmin müdaxilə və hər qunə fişar edər vazalana, iki tərəf dirsəyi ilə itələyə bilərsən tərəfin. Fişar gətirər, ya məsələn ikisi pres eləyərlər, bu cür qoymayarlar. Qollara hər qunə bu cür bir müdaxilə, mən o zaman yadıma gəlir, xəta tutular. Yəni orada davər qolerin tərəfidir. Yəni mütəəssifانه burada mühacimin tərəfi olur. Baxsaz burada tutaylarda bərəs eləyirlər. Heç bizə nəticəsi olmur. Yenə də təkrarı gəlir bu səhnənin. Baxın, bir mən istir gedə bu dəfə eləyə olan oyunçusu fişar gətirib dirsəyi ilə, bədəni ilə qoymur ki, qolerliyini davam verə, yəni topu dəf eləyə və ərz və xidmət bunu bir hər surət 2 dəqiqə, 3 dəqiqə söhbətlə darvar. Axırda heç quna gedib varda özü də baxmır və bu bahis olur ki, bu qolu biz yığ mütəəssifانه, yəni bizə bir daha epidemi olub, demək olar bir dənə bir təkrarı bir şərait yetirib ki, biz 3 oyun dalbadaldır ki, bu dəqiqələr qol yığ mütəəssifانه 60 oynayıb müsahibəyə çeviririk. Hala, çünki bu cam məsvidi getdi vaxtı izafiyə. Bizim haqqımızda fikrin burada ishaf oldu. Ərz və xidmət ki, getdik dəqiqə izafələrə, biz fikirəm burada yaxşı bir top oynadıq və hələ bilirsiniz ki, o tim 2 gol yeyib biraz ruhiyyədən zəif olar. Çox bir dənə həssas mövqedə dəqiqə 100-dür. Yəni 10-cu dəqiqə vaxt izafədən hesablanır ki, burada bir yaxşı mövqedən Tibor Haliloviç yaxşı bir dənə omqu pas atır və Əmr Hüseynin bu gözəl şutu ki, təqribən çip halətində vurdu. Topun altından vurdu. Çox bəd şanslıqla top olan dərvəzalarının qırağından getdi eşiyə. Çox bəd şanslıq gətirdik. Yenə baxırıq bu səhnəyə. Gözəl pas verdi Tibor və burada Nadiri ilə təqribən tuşa gəldi Əmr Hüseyn. Şayət Nadiri də eləyə bilər zərbə vura, bəli. Əmr Hüseyn yaxşı zərbə vurdu. Bəli, bir çox dediyim kimi az fasilə ilə bahis oldu ki, biz qola yetişmirik mütəəssifانه. Burada bir dənə səhnə mən friz eləyəcəm. Dəqiqə 103-dür. 3 dəqiqə səhnədən sonra. Burada hələ oyunun içində adam görmürdü və hələ baxsaq burada ərz və xidmət ki, friz eləyirik. Dəqiqən bu səhnə ki, aha. Burada bir dənə olan mühacimlər qaçırıb Nadirin dalından. O ləhzədəki pası verir. Biz mütəvəccüh olmamışdıq. Bəli, hala neçə yerdə mən gördüm. Bəli, təqribən bu səhnə ki, topu ayağına dəyir. Friz elədik. Burada kamilən bilirsiniz ki, yəni kamilən vazihdir. Yəni xəttlər ölçəndə çəmənin xəttləri ilə salsaq, kamilən yəni niyaz dəyiş bir çox yuxarı dürbünümüz oluyor, xətt keçilik eləmək. Burada müşəxəs ki, offside. Bu offside tutulmur bizim zərərimizə və idamədə bahis oldu. Nadiri üçün dalında boş idi və çox xətərnak olurdu. Təqribən tək-bətək olaraq tərəf məcbur o xəta eləyir. Bu bir də xəta fənnidir. Biz bu Nadiriyə heç bir söz deyəməm. Bələks onu xəta üçün əvvəl verdi və heç lazım deyildi orada xəta veriyə və demək olar iştirkalı imbarasını yudu Nadiri burada. Çünki dalısı getmişdi və diğeri boş idi. Burada bahis olur. Bir dənə offside səhnədə bizim oyuncuya sarı verilir. İdaməsinə baxırıq səhnənin. Ərz elədiyim kimi Nadiri bahis məcbur olur burada bir oyuncuyu təvəqqüf eləyə və davər bir durun ki, offside nəzərdə ala. Qanun həmişə bizim zərərimizədir mütəəssifانه. Yəni o tağalardan da heç qoyuna müdaxilə eləmirlər, demirlər ki, baba bu qəbl əzin ki, ittifaq düşə. Offside oldu və burada baxsaz yenə təkrar səhnədə, bəli, Ayşə Qari ki, ədəbazlıq edir. Burada Kazımya yola salır və biz bir dənə oyuncu əldən verdik bu səhnədə. Nahəq ərz elədiyim dəlilin. İkinci nimi vaxt izafədir ki, bizim bir dənə zərbi azad yaxşı bir yerdə Daniel zərbə vurur və yoxcu çarçuvanın içində idi bəli. Niyazmənd qeytərir və kaş ribandıda oyuncumuz olaydı burada istifadə eləyirdi mütəəssifانه. Daniel'ın zərbəsi çox yaxşı idi. Yoxdur oyuncumuz o məntəqədə və bu mövqeyyətdə bu rahatlığı əldən verdik və 120 dəqiqəmiz burada qutulur.
və gedirik maraton penaltılara. Mən bu dərz eləyim. Kaş biz eləyə biləydik 90 dəqiqədə oyunu qutaraq. Dəlili var bu dərz eləyim xidmətçisi üçün 90 dəqiqə. Əvvələn bu ki haqqımız idi qutaraq. Dediyim kimi beynəlxalq bizə o qolu vurdular və xəta bir qol idi. Doğrudan bizim rəqabətlərimiz çox fuşurdadır. Onlar bir daha Asiyada yoxdular. Bir daha ligdə vardı. Daha həsb edəcək xoşbəxtlərini həsb elədik bilərəm. Onlar bir daha ligdə vardılar və onların fasiləsi bir həftə, 10 gün rahat eləyə biləcəklər recovery ilə. Bəli biz 4 gün sonrası bu oyundan sonra gedəcək Əldohil ilə bir daha ağır oynayırıq Asiyada və 120 dəqiqə olmaq bizim həm oyunçuların enerjisini alacaq, həm məsuliyyəti bilənlərin bahis olacaqdır. Bəli, hər halda oldu bu iş və hikmət bunda idi ki, biz gedək və penaltıda çox dediyim kimi dramatik maraton, çox bir dənə uzun bir penaltılar ki, mənim bilən penaltı 5-6 dənə, 7 dənə qutarır, 11 dənə penaltı vuruldu və çox belə sevinclə bizə xatirəli bir oyun və ləhzələr yaşatdı. Əvvəl penaltıya Hüseynzadə ki, bizim əvvəlimci penaltı sənimizdir. Mütəəssifanə bədşanslıqla çox gözəl vurdu zərbəsin. Bəli, bərxilaf cəhətləsi Niyaz mən də təşxis verməmişdim. Şans gəlmədi, dəydi dirə və biz bir neçə burada dalı düşdük. Bərxilafı ay. Bəli, burada mən bir dəstə saxladım. Baxın, penaltıdan sonra məmulən bu cür bir şadlıqlar, bu cür bir ədəbazlıqlar olmaz. Mən fəqət burada görürəm Kənanzadədən ki, bu cür lodəlıq, bu cür ədəbazlıq, beni o istedi hiss verə bizim məsələn özlərinin bələndə görmüşlər. Çox cəlibdir. Bir dənə penaltı düşürlər qabağa və burada fikrim də deyirlər, oyun qutulubdur. Və gəlir burada ədəbazlıqla bir də bu cür hərəkatı təhrikamiz ilə Səhəli ki, Skoçist də müsahibədən sonra, oyundan sonra müsahibədə dedi ki, Allah cavablarını verdi və inşallah tövbə elərlər. Gəlir burada bu hərəkət ayı ki, mən bir sözüm yoxdur bilələrinə. Biz 2000-ci penaltımızda mütəəssifanə ay Danyal yaxçı penaltı vurmur və bahis olur vəsətə təqribən vurur. Keyfiyyəti biraz zərbəsi azdır. Vəsətdən biraz sağa və Niyaz mən dəf edir bu. Və 2-3 düşürük dalıya. Mən kamilən fikirəm ki, yaxçıların çoxu da naimid olmuşdular. Çünki öz meydanımızdaydık, fişar mümkünlərimizin üstündəydi. Çox əcib səhnələr, çox əcib ləhzələr yaşadıq, əziz yaxçılar burada. Və hərfində burada xoşbəxtانه penaltısı qol olmadı ki, burada kamilən getdi biz oyuna. Yəni biz əgər 2-3 dal düşsəydik penaltı, müavən qeytərməz çox çətindir. Bilirəm mən sağ olsun düz təşxis verdi və Bakıçın ki, geçən oyun müsabiqə qolu vurmuşdu burada. Penaltısı əldən getdi və biz 2-1-ə dalıya düşdük. Yəni əlbəttə 1-2 dalıya düşdük. Yəni 2 daldan vermişdik, bir daha qol vurmuşduq. 1-2 penaltıda biz dalıya düşdük. 3-cü penaltımızı vururuq. Çox gözəl bir dənə zərbə ilə əvvəlimci qolu yəni penaltıda bizə Zahir Kazimeyni vurdu ki, gözəl bir təviz olmuşdu, gözəl bir oyun oynamışdı təviz olandan sonra və mütəəssifanə burada Kazimiyan da yenə həman ədəbazlıqları eyni Kənanzadə əncam verdi. Mütəəssifanə yenə təhrikamiz bir səhnələr, lodəlıq, alçaqlıq və bir şəxsiyyətlıq bir ədalar verdilər bunlar ki, xoşbəxtlərini dediyim kimi Allah cavablarını verdi burada. Oyunun axirində. Burada indi biz nəzər olub 2 dənə onlar vurublar, bir daha 2-1-ə dağılıyıq penaltıda. Gedirik 4-cü penaltıyı vuraq. Çox gözəl bir keyfiyyətli zərbə ilə sağ olsun Adilcan da deyilə bilərsən. Xamerbekov bizi qolumuzu yetirdi və xoşbəxtانه biz 4-cü penaltında tutduq və demək olar ki, Benoy xoş şans çatdıq və tərəfin penaltısı həm Beyranməndin dəfi ilə və həm Tirəkin demək olar müdaxiləsi ilə gəlir və top çıxır gedir eşiyə. Burada biz çox gözəl bir daha səhnə, cavan oyunçumuz Səhid Kəmizanzər çox keyfiyyətli, çox e'tinadlı nəfsi kef elədim mən vaqəən. Qolu ilə səmərə yetirir və ondan sonra gedir 5-ci penaltıyı da onlar vururlar. Əlipuri ki, olan da əvvəl yəni, oyunun cəryanında penaltı olsa Əlipuri vurur. Yaxçı penaltı vurur insafən və 5-ci penaltıda biz müsahilə eləyirik və burada Hərzat yenə gedir paya apar. 3-3-ə müsahilə olur. Gedir 6-cı penaltıya ki, bilirsiniz tək-bətək vururlar. Yəni hər bir dənəsi əldən geçsəydi də oyun qutulacaqdı. Zedlər Ali bir daha penaltı vurub biləmizə
və onların oyunçusu Əhmədzadə idi ki, çıxmasam, gəlir və penaltısını gol edir. Bəli, Fərşad Titab gəldi biləsən. Bizim oyunçumuz təəssüfənə Fərşad Fərəlci ki, yaxşı da penaltı vurdu, biraz da göylük vurdu. Bəli, Pəyam Niyazmənd təşxis verdi. Və burada fikir edirəm ki, yenə də onlar ehsas elədilər ki, penaltıyı biz əldən vermişik. Ərz bir xidmət ki, daha qurtulub hər zat və utmuş gördülər özlərini. Bəli, deyirlər ki, bu oyunun çox uzun idi dastanı və onların da bu oyuncuları eyni Fərşad Fərəlci topu əldən verdi və yetişik orada şahid penaltılara ki, şurada çox gözəl bir dənə penaltı ilə ki, mən təəccüb edirəm. 5 dənədə niyə şurada penaltı vurmadı? Çox keyfiyyətli penaltı vurdu. Sekundca göyə, yəni heç dərvazəbən fikir edirəm bu penaltıyı tuta bilməzdi. Ki, vaqəən ruhiyyə də təzyiq elədi timə, fövqəladə gözəl vurdu və çox cəlib hərəkətdə ki, burada görürsünüz Kazımyanın və Kənanın ədasını çıxartdı. Burada Şikari ki, gəlib burada da oynayıb təəssüfənə nəşnas bir oyuncudur. Ədaları çıxartdı və yenə müsavi oldu bizim penaltıda. Getdik kimə verdik dediniz. Biz penaltıları verdik. Şiiri vurdu. Xoşbəxtانه. Yaxşı bir dənə penaltı ilə bizi Şiiri də başuca çıxartdı və qəşəng penaltı vurdu və o ki qorxurduq Şiiri şahid vuranmaya və gol elədi penaltısını və biz qabağa düşdük yenə. Mehdad Məhəmmədin qardaşı Milad penaltılarını vurdu, sol ayağıdır və yaxşı da penaltı vurdu və heç Beyrammənd təşxis verəmədi. Yenə də müsavi idi, hər zat getdi gol eləyən özləri vura. Beyrammənd özü gözəl bir səhnə yaratdı, gözəl penaltı vurdu və Niyazmənd ki, yenə olanı da gol elədi. O da penaltısını gol elədi və burada oyun getdi 2-ci zərbələrə və 10 nəfəri idik biz, onların 11-ləri vura bilməzdik. Getdi tikrara, yəni 10-dan rədd elədik. Yenə də əvvəldən başladıq. Yəni bir seri hamı oyuncular penaltı vurdular. Biz olan bir nəfər ki bizdən izafə idi. Və Əmir Hüseyni ki, əvəzini açdı. O əvvəl penaltının fövqəladə gözəl zərbə vurdu. Ali idi zərbəsi və nöqtə ətfi bu oyun ki, vaqəən hamımız ehsasat olduq, keyf elədik, getdik göyə, hamı stadyumda, hamımızın yerimiz boş idi, çox gözəl filmlər gəldi, bilməm gördünüz ya yox, hamı ehsasat olmuşdu, vaqəən adrenalin səqfi də, odu da bir qolu demişdi, cəvvi çox gözəl və penaltı ki, Kənanı fikir edir ki, yenə də qol eləyəcək və Beyrammənd fövqəladə ali təşxis verdi və penaltısını tutdu burada. Və oyun bitdi, qutuldu, başuca çıxdıq və pirozunu həsf elədik Təbrizdə və göstərdik ki, bura ayrı bir yerə bənzəməz ay Kənanizadegan, ay Şikari, ay Əfşin Pehlivanı, ay Kazımyan və kulli Ədəm Əşəmi ki vardı hamısının. Hamısına yaxşı bir cavab verdik, meydanda cavablarını verdik. Hala ondan sonra arz elədim, ay Skoçisdə bir gözəl müsahibə elədi. Dedi ki, bura onların o şadlıqları cəncab vermişdilər, təhrikəmizdə olan cavablarını Allah verdi və inşallah tövbə elərlər. Mən amarı dərz edeyim ki, 52% kamilən müşəxxəsdir ki, top təqribən çox bizim əlimizdə idi, 48% olardı. Məxsus qolu yedikdən sonra 90 dəqiqədə olar. Top biraz Allah'ın aldı, onu ki amarlar qalxdı. 11 dənə biz şut dəmişik, o 7-dən olar. 4-ü bizimki çarçıbada 2-dən oların. Xaricə çarçıb 5 dənə bizimki. 2-dən oların ki, Bulukuşo da 2 daha bizimki. 3-dən oların ki, Muhartub 1 dənə bizimki. 3-dən oların ki, Sarıkat 3 daha biz almışıq. 4-dən olar, qırmızı bizə nadir. Yəni, bina haqq bir dənə qırmızı verdi və insafən müsabiqə eləmiş, demişdi ki, Xoşal, Tərim və Şadbəyan adam ki, bu oyundan tutmaqdan sonra oldu. Nadir idi ki, vaqəən ehsas, məsuliyyət və əzabdan tutmuşdu. Bəli, biz deyirik ki, ay Nadiri, dəmin hissi olsun, sən bizə yaxşı oyuncusan, vaqəən qeyrətlisən. Mən özüm şəxsən təşəkkür edirəm, gözəldir top oynur. Düzdür, biraz məsuliyyətdən sonra keyfiyyəti yenib, bəli, normaldır, biləxərə məslum olub. Bəli, vaqəən difada məxsusən fövqəladə gözəl oyunlar oynayır və fikrim o futbolçusunda da Nadir və həqiqətən ki, Tim Milliyə çağırır.
3 dənə kornel biz vurmuşuq, 8 dənə olar. Kornellərin biri bu təəssüfənə beynəlxalq biz qol yedi korneldən. Ərz bir xidmət ki, mən bunu ərz eləməliyəm ki, biz getdik Zami Həsfidə yuxarı mərhələyə xoşbəxtanə bir dənə böyük oyundan qutulduq və mənim nəzərimə Zami Həsfidə eləyə bildik. Biraz təmərküzlə, əlbəttə, çünki 3 dənə canlı indi biz varıq. Biraz çətindir. Hala məsumiyyətləri ola biləcək. İnşallah ki, olmaz. Həvəli biləxərə oyuncuların bəhlərini təhlil gedəcək. Ona xatir ərz elədim bir dənə videoda da gərək bərrəs eləyək ki, timimiz həttəmən təqviyyət olur müfəssədə. Gələn mərhələ biz Şəmsazərlə oynayacaq və çünki onlar da əvvəl oyunda ərz bir xidmət mizbanla, biz də mizbanıq. Ona xatir ikisi də mizban olduğuna görə gəh qürəkeşli ola, müşəxəsdir ki, harda oyun bərquz ola. Bəli, biz özümüz şəxsən razıyıq ki, Həzvində ola, məxsusən Yadiqanın çəmənini xatir və fikirəm ki, bəli, tarixi də müşəxəsdir ki, Azərin axir gününə fikirəm. Biz məcburuq ki, Şəmsazərlə oynayaq Zami Həsfidə və mənim nəzərimə biraz ərz elədim, diqqət eləsək, təmərküzlə oynasaq, Sipahan da Allah eləyə bilər, həsv ola və İstiqlal da həsv olsa, təqribən bizim yolumuz həmvar olacaqdır. Əlbəttə, əgər günə mizban olsaq bu oyunda, o bir oyun həttəmən mihman olacaqdır, qürəkeşlik olmayacaqdır. Çünki 2 dənə mizbanlıqdan sonra həttəmən gəh mihman olaq. Şəmsazər də bizə möhtərəm bir dənə, bizlə qərdəş bir dənə timdir. İnşallah olana da bir yaxçı oyunla biz uta bilsək, gələn mərhələdə mənim fikirəm yolumuz həmvardır. Ta inşallah gedək və Zami Həsfidə də bir dənə kapalsaq, kolleksiyon 2 ay skoçisi alıbdır bu kaplar. Bizə kamiltər olacaqdır. Keçən fəsil ligi aldıq, Super ligi almışıq və bir dənə Zami Həsfidə ay skoçisi alsa biləmizə, o babətdən inşallah kolleksiyonumuza düzdür bir Zami Həsfidimiz qabaçan var ha, 2 dənə qabaçan almışıq, Aytoni, Atatoni və Sakit İlhamın əli ilə və 3-cü də Ice Coach ilə olsa inşallah bu fəs çox yapışar biləmizə. İnşallah Əddoheynin oyununda da bərquzar olacaqdır. O da bir videoda bərrəs eləyəcək və bunu da ərz eləyim və bitirib. O videomuzu çox vaxtınızı almayayım ki, oyundan sonra bir də bəyaniyələr, günə həcmələr, hala geyiblər, olur, bərrəs eləyiblər, çəkiblə zoom eləyiblər, bir məndə nə yanəm, xəttin üstündə dərdiyinəm, orada bu cür olub, burada bu cür olub və adət eləyiblər bunlar bu cür havaşilərə, bu cür cəncəl yaratmağa. Bəli, biz meydanda cavablarını verdik, biz və Allah da bizlə yardımcı oldu ki, bir dənə dediyim kimi dramatik oyunda bilələn həsf elədik və böyük bir oyunudur və bəyaniyə veriblər ki, nə bilim, əxlaqı riayət eləməlidir. Bunlar bu təriqindən ərz edirəm. O zaman əxlaq ayaq altına getdi, ayaq altında demək olar əzildi ki, Tehranda hamı bir vərzqatda olur. Keçən fəs Beyran Məndin Beqol xanavadəsinə, Şucanın xanavadəsinə, onu, bunu, bütün hamıya bir ruh azadıda nəzər yaradırsınız. Onlar da yaman deyirsiniz və bahis oldu ki, 2 fəsl bizi məhrum ediblər. Və Zami Həsfidə idi ki, biz gedə bildik. Ligdə siz mezbandasınız ki, yəni o tamaşaçı gedə biləcək ki, təhdid etsiz indidən Ayşə Pejvanı gəldi ki, indidən sıxaqlıq edən Xudadaddan. Yəni şantaj yaradır, yəni həzmə var deyir ki, gəlin Xudadada yaman deyir. Ya məsələn bir Kərim Baqirin yazısı olub ki, deyirlər Kərimə niyə yaman? Ay Kərim Baqir, sən hardasan qardaşım? Sən bəni yoxsan? Niyə və Tehranda nə tənha bu? O zaman ki mən vərzişgahda idim, sən topçu idin, Əl-Daim rəhbisidir. O zaman yaman dedilər, qovmiyyatı, necə pərəstanə, faşisti yaman dedilər. O zaman Kərim Baqir bir də əlin şair eləmədi tamaşaçılara. Kərim Baqir neyini? Kərim Baqir tutulub bizə. Mən heç demirəm ki, yaman demək filan. Mən təhid eləmirəm. Heç bilmirəm yaman da deyilib ya yox. Bəli, vərzişgahda bir dənə bir şair də vardı olsa, bir söz də deyilsə, vaqəən haqqımız var bizim. Çünki Kərim Baqiri də bizə bir şey qalmayıbdır, hörmətlərini sındırıbdır, özünün hörmətini, öz ana dilinin, öz anası ki, burada fot oldu, biz bildıq Təbrizdə nə böyük məclis tutuldu, bunlar haşiyə daha, mən ərzəyin xidmətçi, bəli, adamın içindən bu sözlər deyir, yanır deyir bu sözlər, vaqəən. Ürəyə yanır buna ki, sən Təbrizdə ana vətənindir, şəhrindir, anam burada, xanavadam burada yaşayıb bilirəm, qədəşlər buradadılar. Sən gəlsən bu şəhərə, orada tohin ellə, bir dənə sən bir dənə cınqın çıxmır.
Sonra intizarım var gələsən Təbrizə belə ehtiram qoyarlar. Bu cür xəbərlər yoxdur təəssüfənə. Yəni ehtiramın qalmayıb. Əfşin Peyvani çox kamilən vazehdir qəziyyəsi. Əfşin Peyvaniyə bir sözüm yoxdur deməyə. Pərvəndəsi müşəxxəsdir və həvalə edirəm onu elə qabaqçı pərvəndələrinə, sözlərinə və heç yəni ərziş yoxdur. Əfşin Peyvani heç cavabım verək. Yəni bizə heç bizim səthimizdə deyil Əfşin Peyvani. Mən təşəkkür edirəm burada sizdən və xahişim bu olacaq ki, İnşallah siz bu videoların davamı olsun. Bilirsiniz zəhmət çəkirik bunlara. Həttəmən ki bizi subscribe-la, like-la, kommentlərlə təşəkkür edirəm. Bəzi dostlar ki həmişə gəlirlər, lütflər var bizə, komment yazırlar. Hamınızın əlinizdən öpürəm, üzünüzdən öpürəm və Allaha tapşırıram hamınızı həmişəki kimi yaşasın Azərbaycan, yaşasın traktorumuz.